Azərbaycan insanından razıyam. Kəramətin illik qazancı 350-400 min əndəvərindədir. Müəllimlər heç nə edə bilmirlər. İdrak liseyində müəllim güllələn öz işini görüb, valideynlər görməyib. Elxan Elatlının belə maddi vəziyyəti o qədər yaxşı deyil. Dəqiqə başı valideynlərə şikayətlər yazırlar. Bizim dövrümüzdə iclasdan iclasa gəlirdi. Mən özümü yazardan daha çox bir qalaktika bələdçisi kimi qiymətləndirərdim. Qalaktika nədir kitabının yazarı Əhməd Həmid. Facebookda dostluğumda hamı yazardı. Cümlələrinə baxıram. O qədər gülürəm. İkinci sinif uşaq cümləsi kimi. Necə ayıbdır. Molla Nəsrəddinçilərin davamı hesab eləyirlər. Amma bu belə deyil. Kitabın xərci 2000 manatsa cebində 20 min manat saxlasın. Mühitlə mübarizə aparmaq mümkün deyil. Göy üzünü daşlamaq kimi göy üzü də daş saxlamaz. Protox. Bu yayımı 24/7-nin və İkona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam Protox izləyiciləri. Bugün qonağımız Qalaktika nədir kitabının yazarı Əhməd Həmiddir. Əhməd Həmid uşaq kitablarının yazıcısıdır. Salam Əhməd bəy, xoş gəlmisiniz. Xoş gördük. Siz uşaqlar üçün kitablar yazırsınız. Maraqlıdır ki, siz birinci olaraq yazıcı olmağa necə başladınız və necə oldu ki, yazmağa başladınız? Düzü, hər insan yaza bilər və mən yazmağımı birbaşa yazıçılıqla, yazıcı olmağımla bağlamıram. Çünki mən özümü, yəni bir ildir mən kitab yazmışam. Düzdür, bu kitab 7 cilddir. Amma yazmağa birinci sinifdən başlamışam yazdığım gündən. Həmişə də nələrisə cızma-qara eləmişəm. Yazmaq biraz qəribə məşğələdir. Həm də insanın özü ilə təkbətək qalmasıdır. Orxan Pamuk yazmaq aktını insanın yaşaya bilmədiyi həyatdan intiqam alması kimi qiymətləndirir. Və mən də həqiqətən yazanda buna diqqət eləmişəm. Yalnız belə yazılan yazıların yaxşı olduğunu düşünmüşəm, düzü. Və yəni yazmaq üçün məqsəd, yazmaq üçün səbəblər vacibdir. Amma əgər siz o məqsədlərin içində bir hiss yükü daşımırsa, yazacağınız kitabda da nəsə yaxşı şeylər görməyəcəksiniz və yaxud yazacağınız kitab gözlədiyiniz nəticəni verməyəcək. Düşünürsünüz ki, insan yaşamadıqlarını yazmalıdır, yaşaya bilmədiklərini? Yaşaya bilmədiklərini deməzdim. İnsan yaşamaq istədiklərini yazmalıdır və yaxud başqalarının yaşasa daha yaxşı olduğunu düşündüyü şeyləri yazmalıdır. Elə ütopiyada elə belə bir şeydir. Düzdür, distopiya da var. İndi bu məsələlərə toxunmaq istəmirəm. Amma yenə də o da yaşanılmamış həyatdan ortaya çıxır. Yəni yaşanılmış həyatı yazmaq məncə asan bir şey. Yəni gündəlik tutmaq kimi bir şey olardı. Amma yaşanılmamış, yəni yaşanıla biləcək həyatları yazmaq məncə daha əhəmiyyətlidir. Bioqrafiya yazmaq asandır deyə düşünürsünüz? Hansısa tarixi bir şəxsiyyətin və s. Bilirsiniz, tarixi şəxsiyyətin bioqrafiyasında da məncə həmin prinsip öndə tutulur. İnsanlar bioqrafiya yazanda və yaxud avtobioqrafiya yazanda və yaxud özlərindən danışanda belə təkcə öz həyatlarından danışmırlar. Öz atalarının həyatlarından danışırlar. Ataları necə olsaydı daha yaxşı olardı. Bir ütopik bir ata obrazı uydurur, onun həyatından danışırlar. Özləri necə olsaydı daha yaxşı olardı, onu uydurur, onu danışırlar. Yəni bu, bilirsiniz, bizim bildiyimiz qədim filosofların içində ən çox bugünə gəlib çatmış kitabı Aristotelindir. Deyirlər ki, Aristotelin kitablarının əsərlərinin yalnız 5də biri bugünə gəlib çatıb. Bu da hardasa 10 cildə yaxın, 10 cilddən yuxarıdır. Və Aristotelin o məşhur sözü heç vaxt yadımdan çıxmır bir iş görəndə. Tarix olan deyil. Türklər olması gərəkəndi deyil. Yəni olmalı olan da tarix. Yəni bizim görmək istədiyimizdir. Baş verənlər tarix deyil. Hərə bir cür yorumluyur da onu. Hərə bir cür yorumluyur, hərə bir cür rəy verir. Mən onu deyim ki, biz dedik ki, yazılanlar həqiqət deyil. Mən sizə bir söz deyim. Bir yazını bir dildən, bir mətni bir dildən başqa dilə çevirəndə belə biz onu en qədər dəyişirik. Bu necə olur bu dəyişmələr? Bilirsiniz, keçmişə baxanda da nələrisə dəyişə bilirik. Nələrisə böyük hərflə yazırıq, nələrisə kiçik hərflə. Sonra onları yenə də dəyişdiririk. Məsələn, həyatımızda başqa dəyişikliklər olur. Bu səfər böyük hərflə olanları kiçildirik həyatımızda, görünməz hala salırıq. Məsələn, kiçik hərflə olan hansısa nüansları böyüdürük. Bu səfər onlar həyatımızın keçmişimizdə böyük görünür. Eyni cür tərcümədə də, tərcüməçinin təsiri də elədi əsərə.
tərcüməçi əsəri götürür, xoşuna gələnləri böyük hərflə qabardır, daha belə cəlbedici cümlələrlə yazır, tərcümə eləyir. O qədər də diqqət eləmədiyi cümlələri isə kölgəyə sala bilir. Yəni Ona görə də eyni kitabın fərqli tərcümələri fərqli olur əslində. Fərqli hisslər köçürür əlbəttə insana da. mən hələ deyərdim ki, kitab müəllifdən daha çox tərcüməçinin olur. Bəli, Azərbaycan dilində bir başqa cür olur, türk dilində bir başqa cür olur. İndi mən rus dilini bilmirəm. Rus dilində oxuyanlar da deyir ki, sən o kitabı mütləq rus dilində oxumalısan ki, düzgün başa düşəsən. Rus dilində oxusanız, düzün məncə Azərbaycan dilində oxumağınız daha yaxşı olar. Nəyə görə? Siz rusca oxusanız, o müəllifin yaşadığı mühiti, o müəllifin yaşadığı Rusiyanı daha yaxşı başa düşərsiniz. Amma əgər siz, məsələn, Dostoyevskini müasir bir Azərbaycanlının tərcüməsi ilə oxusan, nələri başa düşəcəksiniz deyim. Siz o kitabdan müasir Azərbaycan yazıçısının vəziyyətini, həyatını, müasir Azərbaycan insanının həyatından izləri də görməyə başlayacaqsınız. Məncə bu da pis alınmaz. Bəs nəyə görə uşaq kitabı? Məsələn, siz nə qədər səbəblər saydınız? Sizin də seçimlərinizdən biri uşaq kitabı olub. Nəyə görə belədir? Bilirsiniz, mən Azərbaycanda kitaba əli çatan, intellektual olan, demək olar hamını tanıyıram. Hamımız da bir-birimizi tanıyırıq. O qədər böyük bir kütlə deyilik. Yazıcı, yazar, televiziyada iştirak edən, hamı bir-birini hardasa uzaqdan, yaxından, qiyabi şəkildə, əyani də olmasa qiyabi şəkildə tanıyır. Və mən düzü o adamlara yazmaq istəmədim. Düşündüm ki, yəni mən təxminən onların mənə qatacağı feedback, yəni o yazını oxuyandan sonra mənə geri dönüşləri, rəyləri, hamısını bilirdim ki, nələr ola biləcək. Amma öz-özümə fikirləşdim ki, bəs mən yaşamaq istədiyim dünyanı yarada bilərəmmi? Məsələn, o uşaqlarla əl-ələ tutub bu dünyaya baxa bilərəmmi? Və bilirsiniz, məsələ dəyişdirməkdən başlayırsa, hamımız əvvəlcə uşaqlığımızı dəyişdirməli idik. Mən də əvvəlcə uşaqlıq başladım və bu kitabda eləmək istədiyim düzü yazmaq və yaxud uşaqlara nələrisə bilmədiyini tamamilə öyrətmək, əllaməlik eləmək, müəllimlik eləmək deyil idi. Mən bu kitabda uşaqlara bələdçilik eləməyi seçdim. Bu bələdçilikdə də, yəni kitabda da öz uşaqlığımdan da bir hissəni yazıram və bilirsiniz, türk düşüncə adamlarından biri Dücanə Cündoğludan belə bir fikir eşitmişdim ki, üstadı olan filosoflar atasının əlindən tutub yeriyən uşaqlar kimidir. Onlar hər dəfə yıxılanda ataları onları yıxılmağa imkan vermir, əllərindən tutub qaldırır. Amma üstadı olmayan uşaqlar isə, filosoflar isə ataları olmayan tək yeriyən uşaqlar kimidir. Və onlar hər dəfə yerdəki çökəkliklərə baxmalıdırlar, çuxurlara baxmalıdırlar ki, yeriyəndə yıxılmasınlar. Eləmək istədiyim o bələdçiliyin əsas məqsədi də budur. Mən istəyirəm ki, uşaqlar göy üzünə baxanda təsadüfi ulduzlar, təsadüfi qaranlıq, təsadüfi işıqlar görməsinlər. Hardasa onlara bələdçilik eləyim, onlar göy üzünə baxanda bilsinlər ki, bu parlayan ulduzların bəziləri ulduz deyil, planetdir, Yupiterdir, Veneradır, Marsdır, Saturndur. Göy üzünə baxıb gördükləri o parıldayan cisimlərdən bəzisi qalaktikadır. Məsələn, şimal yarımkürəsindən Andromeda qalaktikası görünür və uşaqlar onu da ulduz zənn edir. Bunları görə bilsinlər və kainatın nə qədər böyük olduğunu başa düşə bilsinlər. Əhməd bəy, yazıçıların həyatının keşməkeşli olduğunu tez-tez eşidirik. Sizdə bu necədir? Yazıçıların həyatı keçməkeşlidir deyəndə əsas problem kimi imkan və maddi məsələləri ortaya atırlar. Bunu da Azərbaycanda Kəramət Böyükçöllə daha çox meyxanaçılar arasında olan problem və müzakirələri görürük. Düzü mən Kəramətlə hardasa bir 10 ildir tanışam. Düzdür, yaxın deyilik, amma söhbətimiz var, danışırıq. Eyni nəşriyyatdan kitabı çıxarmışıq. O, deyəsən, Azərbaycanda ən yüksək tirajla kitab çıxaran yazardı və 6000-ə yaxın kitabını çıxardıb. İndi yeni kitabını 20 min nüsxə çıxaracaq. Mən də Kəramətdən sonra yəqin ki, ən çox çıxaran yazıcıyam. Və maraqlı olan odur ki, mən kobud hesabla hesablayıram ki, Kəramətin illik qazancı hardasa 350-400 min manat əndəvərindədir. Yəni, bu iddia məncə düzgün deyil. Əlbəttə, Azərbaycanda yazarlar qazana bilmir, Azərbaycanda bazar çox kiçik ola bilər. İmkan məsələsidir. Yəqin ki, yazarlıq Azərbaycanda ikinci iş kimi görülə bilər, bir hobbi kimi edilə bilər. Dünyanın da bəzi yerlərində belədir. Yəni, o bəzi yazarlar sıyrılıb çıxa bilirlər.
Yəni yazarlıqla öz həyatlarını qazana bilirlər, amma Azərbaycanda bu çox çətindir. Mən Azərbaycandan digər yazarları da deyə bilərəm ki, məsələn, kitabları çox satılır. Hələ onlar çox insanın qısqandığı yazarlardır. Məsələn, təxminən bildiyim qədəri ilə qiyabən eşitmişəm. Məsələn, Elxan Elatlı'nın belə vəziyyəti, maddi vəziyyəti o qədər yaxşı deyil. Yəni o da kitabı çıxarır, nəşriyyata satır və kitabın üstündən ciddi qazanc əldə edə bilmir. Azərbaycanda ən çox kitabı satılan yazarlardan biridir. Nəyə görə bu sizcə belədir? Azərbaycanda oxucular azdır, yoxsa Azərbaycanlı yazıçılara önəm vermirlərmi? Azərbaycanda oxucular azdır, çünki Azərbaycanda bazar kiçikdir və Azərbaycan yazıçısı dünyaya çıxa bilmir. Yəni o ingiliscəyə tərcümə edilməlidir, reklam edilməlidir dünyada. Bunlara da imkanı olmadığı üçün Azərbaycanda yəni yazıçıların qazancı həmişə az olacaq yəqin ki. Yəni oxucularınızdan razısınız əslində ki, hə bizim Azərbaycanımızda oxuyan insanlar çoxdur, bizim kitablarımıza da önəm verirlər. Mən Azərbaycan insanından razıyam. Nəyə görə? Bilirsiniz, illərlə mən Azərbaycan insanını qınamışam. Azərbaycan insanını qınayan bir intellektual qrup var. Mən də həmişə o intellektual qrup içində idim. Azərbaycanda insanlar kitab oxumur, Azərbaycanda intellektuallara dəyər verilmir, Azərbaycanda düşüncə insanına dəyər verilmir, XX. Amma bir gün Gəncədə idim, necəsə eşitdim ki, bir xanım aşpaz idi və o belə bir şey demişdi. Yemək höccətlə bişmir, hacatla bişir. Yəni avadanlıqla bişir. Lazım olan nələrisə verməlisiniz ki, onlara o yeməyi bişirə bilsinlər. Amma danışmaqla bu iş həll olunmur. Azərbaycan insanı məncə hələ də qurucularının düşüncə tərzi, məsələn Nəriman Nərimanov kimi düşüncə adamlarının yolunu hələ də gedir və onlara yaşamaq üçün imkan verən yazarları oxuya bilirlər. Məsələn, biz deyirik Azərbaycan insanı, məsələn, siz baxsanız universitetdə oxuyur və ona lazım olan kitabı almalı olacaq. Valideyn də narahat deyil, heç kim də məsələn gedib o kitabı alacaqlar. Biz Azərbaycanda kitabın oxunulmadığını, DİM-in test toplularının satılıb satılmamasından bilə bilərik. Kitabçalarının satılıb satılmaması ilə qiymətləndirə bilərik. Yəqin ki, onun da statistikası var və Təhsil Nazirliyi də bunu bilir. DİM də bunu bilir ki, nə qədər kitab alınır, nə qədər alınmır. Məncə bu statistika kifayət qədər yüksək olacaq. Yəni Azərbaycan insanı lazımlı olana qiymət verir, dəyərli olana qiymət verməyə də bilər. Dəyərli ilə lazımlını necə fərqləndirə bilərik deyirsinizsə, bir divan lazımlıdır. Onun üstündə otururlar, onun üstündə nə bilim televizora baxırlar, qonaq qarşılayırlar, nə bilim nələr. Bir divan dəyərli olanda o olur məsələn antikvarlı bir istifadə və olunmur. o istifadə olunmur, o muzeydə olur. Bizim Azərbaycan insanı əlbəttə kitab deyəndə hansı kitabı nəzərdə tuturuq, divan deyəndə hansı divanı nəzərdə tuturuq. Yəni belə bir düşüncə tərzindədirlər və biz bunu dəyişdirə də bilərik, düzəldə də bilərik, istəsək istiqamətləndirə də bilərik. Bunu nə edəcəksə yazarlar eləyəcək. Əhməd bəy, siz uşaq kitabları yazarkən yəqin ki, uşaqlar üzərində müşahidələr aparırsınız. Sizcə uşaqların düşüncə tərzini formalaşdıran valideynləridir, yaşadıkları mühitdir, yoxsa oxuduqları kitablar, bəlkə internet və s. necə düşünürsünüz? Nəinki uşaqların, bütün insanlar, yəni yaşından fərqli olmayaraq, yaşadığı yerdən fərqli olmayaraq, bütün insanların düşüncə tərzini əsas mühit formalaşdırır. Nəinki düşüncə tərzini, həyatını da mühit formalaşdırır. Məsələn, belə bir şey deyə bilərəm. Mən Türkiyədə yaşamışam uzun müddət, Azərbaycanda olmamışam, başqa ölkələrdə də olmuşam və həmişə Azərbaycana qayıdanda intellektual fəaliyyətlə məşğul olmuşam. Bu mənim Azərbaycandakı mühitimlə bağlı idi. Mən məsələn çox qısa müddətdə Azərbaycana gəlmişdim, amma elə oldu ki, mən Azərbaycanda kitab yazmalı oldum uşaqlar üçün və bu böyük bir seriya halında olacaq. Yəni bunu eləyən tək mənim özüm deyiləm. Mənim mühitimin mənə təsiridir, mənim mühitimin mənə təzyiqidir. Eyni cür. Məncə məktəb və ailə o mühitin bir hissəsidir. Sizə bir söz deyim. Ailə də yalnız uşağı deyil, ailəni də o mühit formalaşdırıb. İndi bu sualdan sonra yadıma düşdü. Şeir var, deyir ki, asta-asta ölür. Eşqdə və işdə bəxti gətirməyib mənzilini dəyişə bilməyən insanlar. Yəni insanlar mühitlərini dəyişə bilməlidir, yoxsa çürüyəcəklər. Eyni şey ailə üçün də keçir. Yəni ailə uşağın mühitinə də diqqət eləməlidir, öz mühitinə diqqət eləməlidir, uşağın təhsil aldığı yerə diqqət eləməlidir. Yəni bunlar mütləqdir.
Düşünürsüz ki, mühit uşağa əsas təsiri göstərir. Elə hazırda Türkiyədə misal çəkdiniz ki, orada yaşamısınız. Yaxın keçmişdə Türkiyədə uşaqlar məktəbdə bir neçə şagird fərqli-fərqli məktəblərdə terror hadisələri törətdilər və orada tək günahkar kimi valideynlər görüldü. Çünki müəllimlər artıq xəbərdarlıq etmişdi. Şagirdlər o uşaqlarda fərqli hiss eləmişdi, amma diqqət etməyən valideynlər olmuşdu və evində silah saxlayan, nə bilim, uşağı ilə maraqlanmayan əslində valideynlər idi belə baxanda. Siz bəs bunun haqqında necə düşünürsünüz? Yəni burada mühit əslində öz işini görüb, valideynlər görməyib kimidir. Bilirsiniz, mühitlə mübarizə aparmaq mümkün deyil. Göy üzünü daşlamaq kimidir, göy üzü də daş saxlamaz. Yenə höccətləşməyə ehtiyac yoxdur deyirsiniz. Ehtiyac yoxdur və düşünməliyik, nələr eləyə bilərik. Mən sizə bir söz deyim, mən Azərbaycanda müşahidələr aparanda, maraqlananda liseylərin, məktəblərin vəziyyətini, sizə bir söz deyim, özəl liseylərin də vəziyyəti o qədər ürək açan deyil. Elə bizim özümüzdə də belə bir hadisə baş vermişdi ki, İdrak liseyində müəllim güllələndi uşaq tərəfindən. Müəllim güllələndi, özəl liseylərə dəlici və kəsici alətlərdən girən şagirdlərin sayısı daha çoxdur. Özəl liseylərdəki uşaqlar daha çox ərköyün böyüdülür. Ərköyün böyüyən uşaqlarla müəllimlər daha yaxşı rəftar eləyə bilmir. Belə ciddi problemlər var. Bu problemin də əsasında müəllimlə uşaq arasındakı maddi fərqlər dayanır. Yəni müəllim uşağın valideynindən qat-qat aşağı maddi səviyyədə yaşayırsa, o müəllim o uşaqla heç vaxt eyni mərtəbədən danışa bilməyəcək. O uşaq o müəllimi ciddi almayacaq deyirsiniz. Əlbəttə ciddi qəbul eləməyəcək. Sinif fərqi yaranacaq. Müəllim olmusan, nə olub sualı o uşağı həmişə narahat eləyəcək. Yəni narahat eləyəcək, qıcıqlandıracaq və özünü müəllimdən daha üstün görməsinə səbəb olacaq. Belə olduqda müəllimi də dinləməyəcək, heç valideyn də buna təsir edə bilməyəcək deyirsiniz. Nə etməliyik dediniz? Yəni bayaq ki, belə bir uşaqlar olduqda nə etməliyik? O barədə necə nə fikirləşirsiniz? Belə uşaqlar olduqda nə etməliyik deyəndə birincisi sinif fərqini məktəblərə daşımamalıyıq. Sinif fərqini məktəblərə daşımaq nə deməkdir? Bunu da deyə bilərəm ki, uşaqlar bir-birləri ilə marka, brend yarışına girməməlidirlər. Mənim paltarım daha bahalıdır, sənin çantan daha bahalıdır. Bu olmamalı və bunu müəllimlər də eləməməlidirlər. Və bunu eləməyəndən sonra ancaq, yəni uşaq 100 minlik müəllimin ala bilməyəcəyi maşınla məktəbə gəlməməlidir, universitetə gəlməməlidir. Ancaq bunu həll eləyəndən sonra biz nələrsə eləyə bilərik. Onlar da həll olunmayacaqsa eləyə biləcəyimiz heç nə yoxdur. Əhməd bəy, az əvvəl qeyd etdiniz ki, özəl lisey tələbələri daha qudurğan olur, daha nadinc olur, bıçaqla, kəsici alətlərlə məktəbə gəlirlər. Sizcə özəl məktəblərlə dövlət məktəbləri arasındakı tələbələr arasındakı fərq çoxmu kəskindir və fərqlər nədir? Bilirsiniz, mən həmişə deyirəm, bir insanın böyük binada böyüməsi ilə, məktəbdə böyük otaqlı yerdə böyüməsi ilə kiçik otaqlarda böyüməsi belə onun həyatında böyük fərqlər yaradır. Yəni səsinin əks-sədasını eşidən insan öz böyüklüyünü hardasa müşahidə eləyə bilir. Amma səsinin əks-sədasını eşitməyən bir uşaq öz böyüklüyünü müşahidə eləyə bilmir. Yəni ona görə də mən bəzən deyirəm ki, bu kənddə böyümüş uşaqlar o səslərin əks-sədasını eşidib, o böyüklüklə üz-üzə qaldıqları üçün daha bəzən böyük işlər görə bilirlər. Və özəl məktəb uşağı da belədir. Daha böyük imkanları var. Özəl məktəbdəki uşağın ən əsas imkanı təhsili deyil, dil bilməsi deyil. Sadəcə ətrafındakı insanların hamısının bəzi şeylərə əl çatan olmasıdır. Yəni onun dostları, tanışları hamısı gələcəkdə yaxşı universitetlərdə oxuyacaq, yaxşı şəhərlərdə gəzəcəklər, müəyyən estetik zövqləri olacaq. Yəni bəzi şeyləri yaradacaqlar özləri üçün. Məktəblərdə, dövlət məktəblərində oxuyan uşaqların isə bu imkanlara uzun müddət əlləri çatmayacaq. Bir gün Cəlal Şəngör deyir, atama dedim, bəs mən universiteti bitirdim, diplomum var belə elə. Atam dedi ki, sənin diplomun yoxdur. Dedim, niyə? Dedi, sənin o vaxt diplomun olacaq ki, sənin 3 diplomun olsun. Mən də dedim ki, bəs professor olaram, belə alaram. Dedi, elə deyil.
Babanın babasının diplomu olsun, babanın atasının diplomu olsun, babanın diplomu olsun, atanın diplomu olsun və sənin olsun. Bu nə deməkdir? Bu hardasa elitlik deməkdir. Özəl məktəblər o uşaqlara elə şans verir. Yəni o uşaqlar müəyyən kultura səviyyəsinə çatmış, müəyyən mədəniliyə çatmış, müəyyən dillərə hakim, müəyyən insanları tanıyan insanlarla üz-üzə gəlirlər. Dövlət məktəblərində isə bu daha azdır. Sizə bir söz deyim, Azərbaycanda bu vəziyyət daha yaxşıdır. Azərbaycanda dövlət məktəblərinin vəziyyəti. Məsələn, Türkiyədəki, Avropadakı dövlət məktəblərinə nəzərən yaxşıdır. Əlbəttə, mən sizinlə razıyam ki, dövlət məktəblərində də bu dəqiqə uşaqlar kəsici, deşici alətlərdən istifadə edirlər ki, mən dövlət məktəbində oxumuşam. Amma və həmişə onu deyirəm, qəsəbədə böyüyən qəsəbədə kiçilər bir uşağın qəsəbədən böyüyüb çox böyük işlər bacarması çox çətindir. Amma bir uşağın özəl məktəbdə böyüyəndə o istər-istəməz 10-0 öndə başlayır. Çünki onun Gözəl mühiti olur artıq. özəl mühiti olur. Onun üçün həm atası işləyir, həm dostunun atası işləyir, həm o biri sinif yoldaşının atası işləyir. Hamısı ona yeni həyat qurmağa çalışırlar. Amma dövlət məktəbində oxuyan uşaqlar üçün bu belə deyil. Amma sizə bir söz deyim, mən bu məsələnin həll olunma yollarından biri kimi müəyyən addımlar atmağı fikirləşirəm. Məsələn, bunlardan biri nədir? Mən kitabımı oxuyan uşaqları hardasa istəyirəm bir yerdə görüşdürüm və bunların bir-biri ilə əlaqəsi olsun. Çünki bu da böyük bir şansdır. Düz Azərbaycanda neçə uşaq elmi kütləvi ədəbiyyatla, uşaqlar üçün olan elmi kütləvi ədəbiyyatla tanış ola bilir? Çox az. Və əgər tanış olmağa həvəsi varsa, bu uşaq onsuz ki, Azərbaycanda seçilən bir-iki uşaqdan biridir və bu bir-iki uşaqların bir-birindən tanış eləmək. Məncə onlar istəyir dövlət məktəbində olsun, istəyir özəl məktəbdə olsun. Onlar hardasa bu tanışlıqla özlərinə xüsusi mühit yarada biləcəklər və bununla nəsə gələcəkləri üçün iri addımlar atmağı düşünə bilərlər. Əhməd bəy, sizcə müasir dünyada uşaqlara hansı bacarıqlar öyrədilməlidir ki, onlar məktəbdə öyrədilmir, onlar əsl həyatda öyrədirlər və yaxşı olar ki, bunu məktəbdə öyrənsinlər? Bəzi şeylər var ki, bəzi bacarıqlar var ki, onları məktəbdə istəsələr də öyrədə bilməzlər. Yəni, məsələn, insana həyatla məktəbdə üz-üzə qoya bilməzlər. Məktəbdə də, elə universitetdə də əslində biz uşaqları bir bubble'ın içində, bir hovuzun içində böyüdürük. Sonra o uşaqlar birdən-birə həyata atılır. Bu belədir. Bu həmişə də belə olacaq. Onlar birdən-birə o soyuq suya düşəcəklər. Məktəbdə öyrədə bilmədikləri şeyləri əlbəttə bu tədris məsələsidir. Bunlara biz qarışa bilmərik. Amma mən çox istəyərdim ki, məktəblərdə uşaqlara yazmaq öyrətsinlər. Nəyə görə yazmağı deyirəm? Bizdə məktəblərdə uşaqlara yazmaq demək olar ki, heç öyrədilmir. Nədir heç öyrədilməyən? Deyə bilərsiniz, inşa yazırıq, nə bilim, nə yazırıq, pozma. Bu belə deyil. Mən 4-cü sinif uşağı ilə 11-ci sinif uşağının inşası arasında fərq görmürəm. Uşaq 4-cü sinifdə inşa yazmaq öyrənir. Yalnız inşa yazmağı öyrənmir, həm də bir şablonu öyrənir. O şablonu 11-ci sinifə qədər aparır. Məsələn, vətənlə bağlı, ana ilə bağlı eyni şablon 11-ci sinifə qədər gedir və mən özüm təcrübə eləmişəm, sinif yoldaşlarımdan bilirəm. Mən sizə desəm ki, ana ilə bağlı bir inşa deyin, deyə biləcəyimiz şeyləri təxminən bilirəm. Yəni özüm üçün də eyni şey deyirəm, yalnız sizin üçün deyil. İnsanın böyük boya başa çatdığı yer deyil, təkcə həm də nə bilim nə. Belə bir şablonun üstündən gedəcək cümlə. Yəni bax bu yazmaq deyil. Bu uşağın bir şablonu əzbərləyib ömür boyu onu istifadə eləməsi kimidir və özü də pafosdur. Amma yəni bu o deməkdir ki, məktəbdə demək olar ki, düşünməyi öyrənmir. Əlavə heç nə əlavə eləyə bilmir. Deməli biz uşağa 4-cü, demirəm, 1-ci və 4-cü sinif arasında inkişaf olur, dəyişir onun düşüncəsi. Amma 4-cü sinifdən sonra biz demək olar uşağa heç bir yeni düşüncə əlavə öyrədə bilmirik. İnanırsınız, universitetdə Azərbaycan dili imtahanlarına girin, baxın. O universitetdə indi bir dənə də inşa var orada imtahanda. O inşada universitet uşağının yazdığı inşa ilə 4-cü sinif uşağının yazdığı inşa arasında heç bir fərq görə bilməz. Ciddi problemdir. İnsanlar, mən həmişə deyirəm, mən bir paraqraf yaza bilən insanlara çox hörmət edirəm. Kiçik bir paraqraf. Biri məsələn çox intellektual danışanda həmişə deyirəm ki, mənə bu qədər intellektual danışmağa ehtiyac yoxdur. Sən götür kiçik bir paraqraf və əgər o yaradıcı paraqrafdırsa, orada məsələn məktəb inşası səviyyəsində deyilsə, hər hansı bir mövzu,
İstədiyin bir mövzuda yaz. O məktəb inşası səviyyəsində deyilsə, mən səni hörmət eləyəcəm. Mən insanlara belə bir məsələ, yəni səni intellektual olaraq qəbul eləyəcəm. Özündən yazsın da, heç nə Özündən yazsın və düşüncə olsun. Orada bir məqsəd olsun, düşüncə olsun. Və mən fikirləşirəm ki, bu çox azdır. Azərbaycanda bunu öyrətmir. İnsanlara yazmağı öyrətmir. Bu necə əhəmiyyətli bir şeydir. İnşa yazmağı. İnşa yazmaq deyəndə indi esse deyəsən dəyişdiriblər məktəblərdə adını. İnşa etmək sözündən gəlir. Bunu heç vaxt bir mətni inşa edə bilməlidir. Bir uşaq götürüb özündən nələrsə, nə bilim, hər hansı bir şablonu kağıza köçürməməlidir. Bir mətn götürməlidir və onu inşa edə bilməlidir. Müəllimlər də şablonu yüksək qiymətləndirmək əvəzinə özündən nəsə yazan şagirdi qiymətləndirsələr əslində, onlar daha meylli olarlar ki, öz düşüncələrimi yazım, gedib köçürməyim, kopya çəkməyim. Redaktə səviyyəsini qiymətləndirirlər. O yazıya baxırlar, orada nə qədər hərf səhvi var. Korrektə hələ, redaktə də yox. Korrektə səviyyəsini fərqləndirirlər. Mən keçən dəfə mənim Facebookda dostluğumda hamı yazardı. Mən bəzən yazarların cümlələrinə baxıram və o qədər gülürəm. 2-ci sinif uşaq cümləsi kimi yazmaq necə ayıbdır. Burada çox ciddi problemlər var. Bu da yenə məktəbdən gələn bir şeydir və bir mühakimə bacarığı lazımdır. Bir uşağa bir şey barəsində yaz deyəndə onu mühakimə eləyə bilməlidir və mən hələ ki Azərbaycanda mühakimə eləyə bilən 4-5 nəfər insan görmüşəm. Qeyd etdiniz ki, Facebookda yazarlar var dostluğunuzda. Mən də tez-tez görürəm, Facebookda qarşıma uzun statuslar çıxır. Nəyə görə bu statusların hamısı narazıçılıqla bağlıdır? Nədənsə narazıdırlar, amma çox vaxtı çeynənmiş mövzulardır. Yəni artıq bu danışılıb, bu başqa sosial şəbəkələrdə artıq bu mövzunun üzərindən 3 dəfə keçmişik. Facebooka indi gəlib çatıb uzun-uzun yazıb şikayət edirlər. Nəyə görə onlar biraz daha geridən gəlirlər? Azərbaycan ədəbiyyatında ən çox istifadə edilən metoddur. Yəni bu əslində onlar özlərini şikayət etdikləri dəqiqə Molla Nəsrəddinçilərin davamı hesab eləyirlər. Amma bu belə deyil, çünki doğru şeylərdən şikayət eləmirlər. Başqa mövzular var, onlardan şikayət eləmək olar, amma onlar ətrafından fırlanırlar o mövzunun. Bir hadisə baş verir və orada nəsə yazmaq lazımdır. Onu yazmamaq üçün başqa bir mövzuya toxunmalıdırlar və ən yaxşısı orada şikayət eləməkdir. Yəni, əgər bir yazarın nədənsə şikayət elədiyini görürsünüzsə, bilin ki, bir mövzu var və o mövzu barəsində yazmaq istəmir. Aydındır. Valideynlərdən və məktəblərdən danışdıq az əvvəl. İstəyirəm o barədə də bir fikrinizi öyrənim ki, nəyə görə indiki məktəblərdəki müəllimlər dəqiqə başı valideynlərə şikayətlər yazırlar? Bizim dövrümüzdə bu daha fərqli idi. İclasdan iclasa gəlirdin, görürdün, nəsə deyirdilər. İndi artıq elə bir ki, müəllimlər heç nə etmək istəmirlər, daha çox valideynin üstünə yıxmaq istəyirlər bütün məsuliyyəti. Hər şeyi demək olar ki, valideynlərə çatdırırlar ki, bu gün belə oldu, bu gün belə oldu. Bu barədə nə fikirləşirsiniz? Sizcə düz edirlər? Müəllimlər heç nə etmək istəmirlərdən başqa müəllimlər heç nə edə bilmirlər. Bəzi şeyləri eləmək mümkün deyil. Düzü mən yaxın vaxtlarda həm də repetitorluqla məşğul olmağa başladım. Məsələn, gəlir sizin yanınıza 10-cu sinif tələbəsi. Məsələn, mən o uşaqlara, indi bir dostumla bir yerdə hələlik evdə məşğul oluruq. Mən o uşaqlara yalnız dərsi öyrədirik, yaxşı qiymət də aldı, düzdür. Mən o uşağa ilk verdiyim sual budur. Bəs sən universitetə girəndən sonra nə etməyi planlayırsan? Valideynlər uşaqlara belə bir əvvəlcədən elə bir şərt qoşublar ki, universitetə gir, oxumayacaqsan. Mən hələ ki universitetə girib xoşbəxt olan uşaq görə bilmirəm. Hamısı özünü pis hiss eləyir. Yox, mənə belə demişdilər. Mən o uşaqlara universitetə girəndən sonra nələr eləməlisən, universitetə girəndən sonra necə oxumalısan, bilirsiniz? Universitetə qədər biz uşağın ağzına yeməyi belə üfləyə veririk. Ondan sonra universitetə girir, bunun qarşısında 90 nəfərlik bir auditoriya var və orada bu dərs oxumalıdır. Sakit otaq yox, o yox, bu yox, bəs bu necə oxuyacaq? Orada problemlər çıxır. Uşaq tədrisin qarşısında əzilir. Bunun qarşısını almaq lazımdır. Əvvəlcə burada valideynlərin də, müəllimlərin də bəzi problemləri var. Ona görə də mən həmişə də deyirəm, biz birincisi elə eyni şeyi bakalavrlar üçün də deyəcəm, biraz əvvəl uşaqlar üçün dedim. Biz valideynlər olaraq və yaxud müəllimlər olaraq uşaqları universitetə girəndən sonra tək buraxa bilmərik. Yəni mən demirəm, gedib uşağın yaxasından yapışacaq, azadlığını əlindən alacaq, belə yox. Sadəcə uşaq necə oxuyacaq, oxuyandan sonra nə olacaq, nə baş verəcək, o uşağın o mühitə adaptasiyası var, o mühitdə
necə, kimlərə adaptasiya olacaq. Yəni bunlara çox diqqət yetirmək lazımdır. Ona görə də mən yenə hazırladığım uşaqlarda buna çox diqqət edirəm. Öyrətməklə bitmir. Mən hələ fikirləşirəm ki, uşağın müəllimi universitetlə əlaqəli olmalıdır. Getməlidir. İndi yəqin ki, hamımız universitet oxumuşuq, orada tanışlarımız var və yaxud başqa müəllim. O müəllimlərə öz tələbəsi barəsində məlumat verməlidir. Deməlidir, bax, məsələn, bu belədir, belədir. Yəni, belə eləsək, biz orta məktəb uşağını Oxford təhsili almış bir uşağa çevirə bilərik. Yəni Bakı Dövlətdə də oxusa, Pedaqoji Universitetdə də oxusa, amma bunu belə eləməsək, bu uşaq gedəcək universitetə, sonra da şikayətlənəcək ki, anamgil məni bu universitetə saldı, yoxsa mən başqa şey eləyəcəkdim, bunun yerinə proqramlaşdırma öyrənəcəkdim və daha çox pul qazanacaqdım. Dövlət məktəbində pul qazana bilmirəm, XX problemlər. Amma biz bunu belə həll eləyə bilərik və mən yenə deyirəm, mən bir il yarım təxminən Azərbaycana gəlmişəm və o problemlərin hamısının həll edilməli olduğunu düşünürəm. Düzdür, indi kifayət qədər mən 1, 2, 5 nəfərlə nələrsə nə qədər eləyə bilirəm, o ayrı məsələdir. Amma çalışıram bu məsələləri həll edeyim. Əhməd bəy, gənc yazarlara nə tövsiyə edirsiniz? Yeni başlayanlara, yeni yazmaq istəyənlərə? Gənc yazarlara biraz əvvəl dediyim hər şeyi tövsiyə edirəm. Universitetə girməkdən, məktəbdə davranışa qədər, müəllimlərlə ünsiyyətə qədər, paraqraf yazmağa qədər, yəni çalışsınlar əvvəlcə paraqraf yazmağı öyrənsinlər. Ola bilər öyrədilmir, özləri öyrənməyə çalışsınlar, mətn inşa eləməyi öyrənsinlər və davamında da gənc yazarlara verəcəyim ən böyük məsləhət odur ki, axırıncı pullarını kitab çapına verməsinlər. Yəni, əgər kitabın xərci 2000 manatdırsa, cebində 20.000 manat saxlasın. Yəni, bu ən böyük məsləhətimdir. Yoxsa mən bu yolda bir problemlə qarşılaşmadım. Çünki mən 7 kitab, hələ daha çoxunun pulu cebimdə idi. Bunu həll eləyə biləcəyimi bilirdim. Kitablardan sonra onun reklamı, onu necə eləmək lazımdır, üz qabığı, ən yaxşı kağızdan istifadə olunmalıdır. Uşaqlarla necə pedaqoqlara yaxınlaşdım. Mənim kitabımın elmi redaktoru dosentdir, elmlər doktorudur. Yəni bunları ən professional şəkildə həll eləməyə çalışdım. Amma məsələn, gənc yazar bunu belə eləyə bilmir. Məsələn, ən ucuz redaktorla işləyir. Məsələn, dizayneri ucuz olur falan. Belə XX məsələlərdə sonra özünün yazmağa həvəsi ölür. Əlbəttə, kitaba qarşı gözlədiyi nəticəni əldə eləyə bilmir. Kitabın istədiyi kimi satılmır və bununla da onun yazarlığına xitam verilir. Ona görə mən ən böyük məsləhətim odur ki, sonuncu pulunu kitabına verməsin. Bu sahə ilə pul qazanacağını düşünməsin. Bu sahə ilə pul qazanacağını bilmirəm, bəlkə də qazana bilər, amma ikinci iş kimi eləsə, yazmaqdan həzz alır. Amma bunu əsas işinə çevirsə, o da Facebookda şikayətlənən yazarlardan biri olar. Bəs gələcək üçün nə düşünürsünüz, gələcək layihələriniz üçün? Yəqin ki, bu kitab 7 cild nədir seriyası olacaq və 7 cilddə bioqrafiya seriyası olacaq. Uşaqlar üçün bioqrafiyalar seriyası olacaq. Layihələrdən başqa layihədə mən düzü istəyirəm ki, indi bir neçə turla, bir neçə lisey ilə danışmışam. Uşaqları Şamaxı Astrofizika Rəsədxanasına aparıb orada təlimlər keçmək. Heç olmasa göy üzü ilə tanış eləmək kimi bir məqsədim var. Mən biraz əvvəl də dedim, mən özümü yazardan daha çox bir qalaktika bələdçisi kimi qiymətləndirərdim və yaxud təbiət bələdçisi kimi qiymətləndirərdim və mən istəyirəm ki, uşaqlara bunu maraqlı şəkildə öyrədim və 7-8 il sonra, 10 il sonra bu uşaqlar mənim yanıma bakalavr kimi və yaxud abituriyent kimi gələndə mən istədiyim uşaqlarla qarşılaşım və bunları dünya səviyyəli kimsələrə çevirim. Yəni, qəsəbədə böyüyən qəsəbədə kiçilməsin. Bu uşaqları kiçik insanlar deyil, böyük insanlara çevirə bilək. Mənim əsas məqsədim odur. Uğurlar sizə, inşallah məqsədinizə çatarsınız. Sağ olun. Çox təşəkkür edirəm Əhməd bəy, gəldiniz, bizim maraqlı suallarımıza cavab verdiniz. Ümid edirəm siz də razı qaldınız. Çox sağ olun. Mənim üçün də çox xoş oldu. Bizi izlədiyiniz üçün təşəkkürlər Protax izləyiciləri. Abunə olmağı, rəy yazmağı, rəylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın.